Yeni neft strategiyası ilə bağlı perspektiv və cari layihələrin reallaşması, aydın düşüncələrin gerçəkləşməsi ərəfəsində 100 illərin otayından çağdaş dövrə, kustar üsulla ən yeni modifikasiyaya qədər yol keçmiş sirli mayenin qədim tarixi varaqlanır. Hələ miladdan öncə 7-ci, 6-cı əsrlərdə Azərbaycanda neft çıxarılırmış. Orta əsrlərdə isə ibtidai üsullarla neft quyuları qazılır, çıxarılan məhluldan məişətdə müxtəlif vasitələr üçün istifadə edilirdi. Alman səyyahının 1684-cü ilə aid əlyazmalarında da Bakıdakı neft mədənlərinin təsviri əks olunur. Neftin Azərbaycanda tarixi 3000 ilə yaxın bir dövrü əhatə etsə də, onun hasilat göstəriciləri barədə məlumatlar yalnız 19-cu əsrə aiddir. 1848-ci ildə dünyada ilk dəfə Azərbaycanda fontan vuran neftin sənaye üsulu ilə hasilatına başlanılıb. Əgər 1821-1871-ci illər arasında, yəni 50 il ərzində Bakıda 320 min ton neft çıxarılmışdısa, sonraki illərdə texniki təkmilləşmə nəticəsində bu göstərici daha da yüksəldi. 1871-ci ildə təkcə Balaxında gündə 700 pud neft istehsal olunurdu. 19-cu əsrin sonlarında neft hasilatına görə Amerika Birləşmiş Ştatlarını keçən Azərbaycan, 1901-ci ildə Rusiya imperiyasına aid olan ərazilər arasında 12 milyon ton məhsulla birinci yeri tuturdu. Neftin istehsalı artdıqca emal sənayesi də formalaşır, inkişaf edirdi. Elə Rusiyada neft sənayesinin yaranması da birbaşa Azərbaycanla bağlı idi. Artıq 1900-cü ildə Bakıda 66 kerasin, 18 kerasin yağ, 4 benzin, 3 yağ, 2 qudron və bir suraqat zavodu fəaliyyət göstərirdi. Bakı iri neft rayonuna çevrildikcə, bura xarici iş adamlarının, sərmayələrin axını dinamik hal alırdı. Varidatları və peşəkarlıqları ilə dünyada məşhur olan İsveçli Nobel qardaşlarının, Fransız Rothschildin, Amerikalı Rockefellerin, İngiliz Henry Deterdingin və James Vishaw'nun, Rus Peşkovskinin, eləcə də digərlərin rəhbərlik etdikləri şirkətlər Abşeron torpaqlarını icarəyə götürürdülər. Bakıda onlarla xarici dövlətin neft şirkəti, maliyyə kredit, ticarət müəssisələri fəaliyyət göstərirdi. Adi şoran torpaq bir anın içində milyonlar qazandıran mənbəyə çevrildikcə, Azərbaycanda milli burjuaziyanın yeni cərəyanı yaranırdı. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Seyid Mirbabayev kimi Bakı milyonçuları həm də təhsil, mədəniyyət, incəsənət himayədarları kimi ad qazanmışdılar. – 1920-ci ilin aprelində Azərbaycanın 11-ci Qızıl Ordu tərəfindən işğalını şərtləndirən əsas amil də məhz Bakı nefti idi. Sovet Azərbaycanının Rusiyaya, Leninə ilk hədiyyəsi də neft oldu. Azərbaycanda hakimiyyət dəyişikliyinin növbəti günündən etibarən bir ay ərzində Rusiyaya 5 milyon ton xam neft daşındı. 1920-ci ilin mayında milliləşdirilən Azərbaycan nefti həm də Sovet quruculuq planının əsas istinadgahı idi. 1922-ci ilin yanvarında Sabunçuda, daha sonra Bibheybət buxtasında yaradılan süni adada ilk dəniz neft quyusu qazıldı. 1923-cü ilin 18 aprelində 6 quyuda fontan vuran neftlə zəngin İliç buxtası kəşf edildi. Azərbaycanın neft sənayesi yeni texnologiyada, sənaye üsulları, qazma qurğuları sayəsində hasilatını daha da artırırdı. 1940-cı ildə Azərbaycanın neft sənayesi SSR məkanında hasil olan neftin 75%-ni verirdi. İkinci Cahan Müharibəsində Respublikamız cəhbiyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları göndərmişdi. Müharibədən sonraki illərdə artıq neft tək Abşeron torpağından deyil, digər bölgələrdən, əsasən isə Xəzərdən hasil edilirdi. Dünyada dənizin dibindən neft çıxarmaq ilk dəfə Azərbaycanlı neftçilərə müəssər oldu.
1949-cu ilin noyabrında ilk neft buruğu fontan vurdu. Ötən əsrin 70-ci illərindən etibarən isə neft sənayesi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. 1971-ci ildə neft hasilatının ümumi həcmini 1 milyard tona çatdıran Azərbaycan neft elminin mərkəzi, Bakı isə Neft Akademiyası hesab edilirdi. Yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər yenə də Azərbaycanın payına düşdü. Ölkədə neft sənayesi konsepsiyasının nəzəri inkişafını təmin edən elmi tədqiqat institutları, istehsalat birlikləri, müxtəlif müəssisələr yaradıldı. 60-cı illərdə istehsalı əsaslı şəkildə aşağı düşən neft-qaz sənayesi həmin dövrdən etibarən yeni yüksəliş mərhələsinə qədəm qoydu. Geoloji kəşfiyyat işlərinin səmərəliyinin artması nəticəsində 8 yeni buruq kəşf edildi. Sənaye istehsalı artımı neftdə 3 dəfə, qaz sektorunda isə 2 dəfə çoxaldı. Respublika rəhbərliyinin təşəbbüsü ilə tərtib olunan Azərbaycanda neft ayırma sənayesinin yenidən qurulması planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdı. Həmin illərdə yaradılan neft donanmasının tərkibində təchizat gəmiləri, boru düzənlər, xüsusi seismik tədqiqat və axtarış üzən qurğular var idi. Artıq Azərbaycan SSR-də neft hasilatı, emalı, geologiyası, kəşfiyyatı ilə məşğul olan respublikalar arasında öncül yer tuturdu. Ötən əsrin 80-ci illərində Sovetlər Birliyi ərazisində siyasi kataklizmlər, milli zəmində münaqişələr nəticəsində yaranmış gərginlik, iqtisadiyyatda, istehsalatda da ciddi böhranla müşahidə olundu. Bu sahələrdə mərkəzi idarəçiliyin itirilməsi, SSR məkanında vahid istehsal dövriyyəsi şəbəkəsinin dağılması Azərbaycanın neft sektoruna da öz mənfi təsirini göstərdi. 1990-cı illərin əvvəllərində Azərbaycan təbii sərvətlərini milliləşdirsə də, onun xalqın mənafeyinə uyğun istifadəsi yönündə konkret addımlar atılmadı. ...1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev həllini gözləyən vacib dövlət problemləri nizamlanması ilə yanaşı, neft sektorundakı böhranın aradan qaldırılması istiqamətində də ciddi addımlar atdı. Azərbaycanın inkişaf konsepsiyasının əsas elementi kimi nəzərdə tutulan yeni neft strategiyasının reallaşması yönündə qısa müddət ərzində mühüm tədbirlər həyata keçirildi. Azərbaycan nefti yenə də geosiyasi proseslərin əsas istinad nöqtəsinə çevrilmişdi. Tarix təkrar olunurdu. Qara qızıl uğrunda fövqəl dövlətlərin maraqları toqquşurdu. Təbii sərvət Azərbaycana ya qurtuluş, ya da növbəti əsarət gətirməli idi. İndi Azərbaycan dövlətinin mövcudluğu neft faktorundan çox asılı idi. İqtisadi səciyyə daşıyan neft amili həm də müstəqilliyi möhkəmlənməsi və dövlətin mövcudluğuna beynəlxalq təminat demək idi. Qarşıya qoyulan məqsədlərə nail olmaqdan ötürü əsaslı şəkildə dağılan neft sənayesini qısa müddətdə dirçəltmək, mütəxəssisləri işə cəlb etmək vacib idi. Neft sektorunda bu sənayenin bilicləri ilə yanaşı, beynəlxalq münasibətlər sisteminin və maliyyə biznes sahəsinin peşəkarlarının xidmətlərindən də istifadəyə ehtiyac yaranmışdı. Beləliklə, 1994-cü ilin 20 sentyabrında Xəzərdəki karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı ilə bağlı əsrin müqaviləsi adını almış nəhəng neft kontraktı imzalandı. 7 ölkəni təmsil edən 11 neft şirkəti ilə imzalanan işgüzar əməkdaşlığın təkcə iqtisadi yox, həm də siyasi, geosiyasi əhəmiyyəti vardı. Xəzərin Azərbaycan sektorunda 40 milyard barel neft və 15 trilyon kubmetr qaz ehtiyatları var. Bu, misli görünməyən təbii sərvət fəqət tükənən maddi nemətdir. Neft faktorundan məqsədə uyğun və səmərəli istifadə
indi Azərbaycanın inkişaf konsepsiyasının əsas təminatçısıdır. Karbohidrogen ehtiyatlarının mənimsənilməsi və istismarı prosesində əsas şərt onun beynəlxalq bazara çıxarılmasıdır. Əsrin müqaviləsi imzalanan gündən aktual olan bu məsələlərin reallaşması da ciddi problemlərlə qarşılaşdı. Azərbaycan neftinin nəqli marşrutları barədə mühüm qərarlar qəbul edildi və bu layihələrin reallaşması istiqamətində ciddi işə başlanıldı. ...1996-cı ilin iyun ayında Şahdəniz yatağının istismarı ilə bağlı müqavilə imzalanarkən bu layihənin reallaşmasına ciddi şübhələr var idi. Xəzərin Azərbaycan sektorunda 15,3 trilyon kubmetr qaz olmasını nəzərə alsaq, Şahdəniz yatağının istismarı nəticəsində Azərbaycanın dünya bazarında əsas qaz istehsalçısı kimi çıxış edəcəyinə təminat yaranır. Azərbaycanın yeni neft strategiyası bugün öz real bəhrəsini verir. Bu strategiya ölkə iqtisadiyyatının güclənməsinə təkan verməklə yanaşı, artıq 2000-ci ildən etibarən mənfəət neftinin ixracı nəticəsində dövlət büdcəmizə xarici valyuta gəlirlərinin daxil olmasını təmin etmişdir. Neft ehtiyatlarının istismarından ilk gəlirlərin əldə edilməsi bu vəsaitdən daha səmərəli istifadə məsələsini gündəmə gətirdi. Artıq Trans-Xəzər layihəsinin reallaşması istiqamətində də real işlər görülür. Xəzərin karbohidrogen ehtiyatının dünya bazarına çıxarılmasını nəzərdə tutan bu layihəyə görə Qazaxıstan nefti və Türkmənistan qazı Azərbaycan ərazisindən keçəcək. Ölkəmizə böyük iqtisadi fayda gətirəcək bu layihənin həm də geosiyasi əhəmiyyəti var. Qafqazda maraqları kəsişən dövlətlər artıq Azərbaycana vassal, rəqib dövlət kimi yox, tərəfdaş tək baxırlar. Və ölkəmizdə sabitliyin davamlılığında, təhlükəsizliyin təminatında, inkişafın dinamik tempində maraqlıdırlar. Azərbaycanın son illərdə qazandığı iqtisadi, siyasi uğurlarda yeni neft strategiyasının böyük payı var. Bu həm də iqtisadi amildən siyasi təsir vasitəsinə çevrilərək ölkənin geosiyasi maraqlarını təmin edən, qlobal məkana inteqrasiyanı reallaşdıran, Cənubi Qafqazda enerji təhlükəsizliyini qoruyan və sabitliyi mühafizə edən, əhalinin sosial təminatını, dövlətin iqtisadi rifah və tərəqqisini stimullaşdıran vacib faktordur.